Gözleri güzellik gördüğü zaman ruhunun güneşi doğur elinde. Başka bir dünyaya köçür dünyadan, kibar danışarak fırça dilinde. Gözleri güzellik gördüğü zaman ruhunun güneşi doğur elinde. Başka bir dünyaya köçür dünyadan, kibar danışarak fırça dilinde. Özel duyguların daim yolu ister, renklerin sesiyle denir aheste. Gah kağıt ister, gah katan ister, ilahi sevgisin çekir bu ressam. Güzel duyguların daim yolu ister, renklerin sesiyle denir aheste. Gah kağıt ister, gah katan ister, ilahi sevgisin çekir bu ressam. Gah kağıt ister, gah katan ister, ilahi sevgisin çekir bu ressam. Şimşek tek çakan her tablo kalbinin bir zerresidir. Seyreden gözlere kulak tek akan büyük hislerinin galebesidir. Bakıştan yüreğe şimşek tek çakan her tablo kalbinin bir zerresidir. Seyreden gözlere kulak tek akan büyük hislerinin galebesidir. Kömrek parmakların gücüne bir bak, çektiği eserler Tanrı'dan sorar. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Kömrek parmakların gücüne bir bak, çektiği eserler Tanrı'dan sorar. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Sorar. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Kövrek parmakların gücüne bir bak, çektiği eserler Tanrı'dan sorar. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. İlahi sevgisin çekir bu ressam. İlahi sevgisin çekir bu ressam. El ele
acıya gülendir. Şu dünyadaki en soylu kişi insafa gelendir. Şu dünyadaki en zengin kişi gönül fethedendir. Şu dünyadaki en üstün kişi insanı sevendir. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Salam, değerli valideynlər, hörmətli rəsmi müəllimlər, əziz tələbələrimiz, xərqimizi xoş gördük bugün. Bilirsiniz ki, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Kiçik Qram müsabiqəsinin qalibi olubdu. İstedadlar Akademiyası adlı layihəmiz çərçivəsində bu il bizim bir neçə sahə üzrə ustad dərsləri keçiriləcək. Bundan öncə xanəndəlik və ifaçılıq üzrə oldu. Bugün rəssamlıq üzrədir və bundan sonra dirayətçilik, aşıq yaradıcılığı, instrumental musiqi alətlərində ifaçılıq və digər sahələr üzrə rəqs və digər sahələr üzrə ustad dərslərimiz olacaq. Hər biri də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Biz buna görə dövlətimizə təşəkkürümüzü bildiririk. Amma bu cür layihələrin icra olunmasında təbii ki, dövlət dəstəyi ilə yanaşı könüllü şəkildə, təmənnasız olaraq bizim dərslərin keçirilməsində bizə dəstək olan, yəni heç bir maddi dəstək olmadan həmin müəllimlərimiz dəyərli vaxtını ayırıb bu cür layihələrin icrasına yaxından iştirak edir və bu günlə rəsmiyə məxsus olan bizimlədir. Bizim bugünkü dərsimizin təşkilində tam təmənnasız öz dəstəyini göstərəcək. Buna görə gəlin rəsmiyə müəlliməni alqışlayaq. Veririk sizə, özünüzün təqdimatınızı, uğurlarınızdan və uşaqlara məsləhətinizdən dərslər öncə. Sələm, öncə sizə təşəkkürümü bildirirəm. Balacalarla işləmək məni çox xoşdur həqiqətən də. Bunlar bizim gələcəyimizdir. Uşaqlar bizim gələcəyimizdir və onlar enerji mənbəyidir. Mən daim gənclərlə işləmişəm, hər daim da yol göstərməyə çalışmışam. Uşaqlar təqribi məlumat aldılar. Rəssamlar İttifaqının üzvüyəm, qabaqcıl təhsil işçisiyəm. Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimiyəm, 22 il fəaliyyət göstərirəm. Bir neçə dərs vəsaitim var, dərsliklərim var, məqalələrim var, proqramlarım var və hər daim özlərində çalışmışam. Hər bir gəncə və bu fidanlar olmaqla özlərində çalışmaq və daim irəli getmələrini arzulayıram. Ümid edirəm ki, bugünkü dərsimizdən məmnun qalacaqlar və mən də əli boş gəlməmişəm. Hər bir tələbəyə hədiyyəm var. Onlara hədiyyə və start verək dərsimizə. İnşallah ki, valideynlər də burada var. Sizə də hər birinizə təşəkkürümü bildirirəm. Övladlarınızı gələcəyə aparan yol elə valideynin özüdür və valideyn dəstəklədiyi zaman tələbə də, şagird də, övlad da layiqli bir övlad olmağa çalışır. Mən düşünürəm ki, hər şey valideyndən asılıdır. Ailə bir dövlətdir. Ailənin təməli doğru qurularsa, ailənin təməli düzgün qurularsa, o zaman heç bir kimin, heç bir kəsin baxmayacağı bir ordu yaranır. Hər birinizə təşəkkür edirəm. Deyirəm, yaxşı olacaq. Təşəkkürlər. Təşəkkür edirəm. Düşünürəm ki, bugün mən sizlə işləyəcəyim boyalar, uşaqlar, akril adlı boyadır. Yəni, ümumiyyətlə, akril boyaları çox sevirəm. Rəssamlığın müxtəlif sahələri var, bilirsiniz də, qrafika, rəhkarlıq, sonra dekorativ tətbiqi sənət. Mən Rəssamlar İttifaqında dekorativ tətbiqi sənət üzrə ustayam.
Amma Rəssamlar Akademiyasının rəhbərlik fakültəsini bitirmişəm. Orada rəhbərlik üzrə təhsil almışam və boyanı çox sevirəm. Əslində bizə öyrədiblər yağlı boyayla işləməyi, amma mən yağlı boyadan çox akril boyanı sevirəm və bunun həm sürətli quruyan boyadır, həm də çox da rəngi effektli bir boyadır. Magistr olaraq isə Rəssamlar Akademiyasının qrafika fakültəsini bitirmişəm. Orada isə qrafik qələmlə işləmək texnikalarını öyrənmişəm. Sonra plakat, onun da sahələri var, plakat, yadgar, kitab, reklam xarakterli, yönümlü tədrislər almışam. Və ümid edirəm ki, siz bugün balaca bir dərs öyrənəcəksiniz, ardından da gələcək üçün böyük bir rəssamlar olacaqsınız və hər biriniz seçdiyiniz yolda peşman olmadan irəliləyəcəksiniz. Yəni ki, boyalarımız sizlə çəlgili tanış elədim, akril boyalardır və çox da yaxşı, mükəmməl effekt verir. Proqramımızı götürürük. İkinci mərhələdə daha tünd rənglərdən istifadə edəcək. Birinci işləyəcəyimiz mərhələ fondur, yəni ümumi fon olaraq vərəqlərinizi hamınız yanaki qoyacaqsınız və mənim elədiyimi təkrar edəcəksiniz. Mənim sözümə yoxdur, çox hardadır. Mən indi görmürəm. Görəcəksin. İndi mən sənin gördüyün vəziyyətdə işləyəcəm ki, daha doğru. Baxın, ilk öncə mavi rəng, əgər mavi rənginiz yoxdursa, adla göy qarışdıra bilərsiniz. İkisini qarışdıranda mavi rəng alınır. Vərəqi iki hissəyə böləcəksiniz uşaqlar. Bax, iki hissəyə böldüm. Oldu. Aşağını saxlayırıq, yuxarı hissədə hamı mavi rənglə dolduracaq. Amma açıq olsun rənglər, yaxşı. İlkin mərhələni qoyub, mən də sizin kömək edəcəm. Açıq mavi, uşaqlar, açıq mavi. Ağla qarışdırın. Qabağını vurdum, yetəsdim. Heç nə olmaz. Biraz daha qarışdıracaqsın, olacaq daha açıq. İndi gəlim kömək et, narahat ol. Qoy birinci mərhələni işləyin. Rəngi düzəldiniz? Hə. Düzəltdim, mavi. Yaxşı, biraz daha. Bəli. Rəngi yaymaq üçün mən də baxın sudan istifadə edirəm ki, rəng daha yaxşı və rəngləri vurduğunuz zaman üstündən səliqə ilə bir dəstəyə getmək olur ki, fırsat sizlər bilməz. Uşaqlar, palitra sözünün mənası palet sözündən götürülmüş boya taxtası, boya vərəqi, yəni rəngləri qatışdırmaq üçün olan alətdir. Yəni biz bunu taxta şəklində də edə bilərik. Məsələn, bu plastik formasıdır və palet sözündən götürülüb boya taxtası deməkdir. Yadınızda qalar? Suyla qarışdırırsan, biraz qalırsa tabii ki, yaxşı Vərəq əvvəlcə içinə çizgiyə bölmək. Öz palitramı sənə bağışlarım. İndi qarışdır, tələsmə. Sudan istifadə edirəm. Şimdi varsa bak o şalara var. Elədir. Səhər baxacaq ama. Mən də
Bəzilərinin işlərsə də, bəziləri anlayışı var. Heç zaman öyrənəcəklər. Biraz tez eləyəcəksə. Yaxşı. Aferin, aferin. Kahramanlar. Aferin. Biraz azrak Sema'ya. El dostlar. Nefesle bağlamalıyım. Nədir? Bir əlimi boya dəydirəm, rəssamın əlinə boya dəyirəm. Bəli. Aşağını belə bunun üçün dolduracaq olsun indi. Yaxşı. Yazılan rənglərinə baxın. Rənglərə tutacağız. Götürdüm ve apardım böyle yaptım. Alaşım kaldı. Bak buradan yukarı var renge. Bak buraya. Dur. Aferin. Sen çok güzelsin. Oldu. Bitirdin ama. Bir de. Biri səni, biri mən. Vərəqi sən qulaq as. Olur. İndi orası olacaq, yuxarıda səma olacaq. Bax, indi sənə yeni rəng qatdım. Buranı açıq edəcək. Bizi belə. Oo, göz bu nə gözəl rəssamdır. Ceba, bütün katlarımız. Mütləq. Sağ ol, hər yerini bitir. Bulutları sonra ikinci mərhələni eləyib sonra. İkinci mərhələdə qulaq asın. Daha tünd göy götürdüm. Oldu. Qoyduğumuz xəttdən aşağını tündləşdirirəm. Tünd qoyacağım. Tünd göylə açıq mavi rəng. İkisini koloritini təşkil elədi elə bil. Bir tərəf səma olacaq, bir tərəf su olacaq. Biz bilirsiniz ki, dalgalı olur da, düz olur. Onca hamısını forma deyilmezsən ki, dalgalı olur. Biraz düz. Sana ve vaktiniz xeyir olsun biz izleyenler. Bakın biz balaca fidanlarımızla istedadları tanıyak ve tanıdak İctimai Birliği'nin birgə layihəsi əsasında bir masterclass təşkil eləmişik. Yəni ustad dərsi. Burada görürsünüz çıkılı fidanlar var. Uşaqlara kiçik bir dərs hazırlamışıq. Mənzərənin işlənməsi. Hörmətli bizi izleyenler səhifəmizi bəyənin. Dəstək olun və canlı yayımımızı paylaşın. Böyle içine karıştıranda çok eşit bir renk aldı. Görürsen ne güzel renk aldı. Görmeli Kaç rengi çok. Sen de çok eşit istəyirsən. Fırçanı belə tutduğum yanaşı turizm zaman. Böyle sen çok geçen renkler koyuyorsun.
Adın nədir sənin? İran? Görürsən, sənə nə qəşəng ad qoydular, mənə qəşəng ad qoymadılar. Sizdə vardı. Sən ən çox hansı rəngi sevirsən? Ben kırmızıda da buranın. Ay uşaqlar, əsas rənglər hansılardır? Ağ və qara. Ay biz batdıq. Çoğunu bel şekilde. Hə. Ay uşaqlar, əsas 3 rəng var. Yox. 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 Əsas 3 rəng var. Qırmızı, sarı və mavi. Bu rənglər heç nədən alınmır. Qırmızı rənglə sarını qarışdırsaq nə rəng alınır? Narıncı. Sarı ilə göy qatsaq, yaşıl, afərin. Qırmızı ilə göy qatsaq, bənövşəyi və bizim burada 6 rəngimiz alındı. Bir dənə rəng çatmır, mavi rəng. Onu qoyduğumuz zaman göy qurşağının rəngləri alınır. Kim sayar göy qurşağının rənglərini? Hə, say. Say görüm. Kırmızı ve yaşıl. Kırmızı, yaşıl, göy qurşağı oldu, hə? Afərin, afərin. Sonra kim sayar? Ben. De. Kırmızıyla sarıncı. Kırmızı, narıncı. Sonra kim sayar göy qurşağının rəngləri? De. Sarı, narıncı, kırmızı, mavi, benefşeyi, yaşıl, Göy. Ay, sağ ol. Deməli, 7 rəng oldu. Afərin, alqışlar. 7 rəngdən isə uşaqlar, bütün rəngləri almaq olur. Bütün rəngləri. 8 ve 9 çıxarda. Bəli, 8, 9, hətta 15 dənə rəng almaq olur. Su da götür qızım. Deməli, uşaqlar, bəs. Kim deyər, soyuq rənglər hansılardır? Hə, mavi, göy, ağ, sonra. Bəs isti rənglər deyəndə hansı rənglər? Deməli, uşaqlar, tərkibində mavi olan bütün rənglər soyuq rənglərdir. Tərkibində sarı olan rənglər isə isti rənglərdir. Niyə? Kim deyər? Günəş neyniyir, günəş? Güneş ışık bırakır. Ay, sağ ol. Və sarı rəngdədir. Görürsünüz, bizi istidir. Bəs ay? Ay nə rəngdədir? Bəzən ağ rəngdə görürük, bəzən mavi rəngdə görürük və axşamlar görürük də, düzdür? Bəzən səhər vaxtlarında görürük. Ona görə də ayın tərkibində olan rənglər axşamı xatırlatdığı üçün soyuq rənglərdir. Günəşin verdiyi rənglər isə isti rənglərdir. Yadınızda qalar? Afərin. Balacalar şimdi. Elədir hamı? Mən sizi kimi işləyə bilmirəm, yaşaqlar. Buradakı haşiyə qoymuşduq, ha? Torpaqla suya ayrılmışdı. Bir dənə düz qara xət qoyuram. Qara rəngdə xət qoyuram. Oldu. Sonra həmin o göy rənglə qarışdırıram. Qalacaqsan indi, gəlirəm yenə köməyə. Baxın, belə təpələr qoyduq, dağlar qoyduq. Göylə... Bir dənə burada qoyacaq uşaqlar. Bir dəfə də burada bir yerdə qara qoyuram. Baxın. Qara məndə yoxdur. Qara rəngi olanlar özləri eləsinlər. Baxın, elədik. Getdik uşaqlara köməyə. Hə, bir bağladı, bura rəng vuracaqsan. Elə su ilə özünü aça bilərsən. Su ilə qarışdır. Buradan xət koydum. Var qara rəngin. Bunun içini. Bəs bizim rəssamın üstü boya olmalı da. Mən bütün gün boyanın içində gəlirəm. Fırça götür qara rənglə rənglə qızım. Mən YouTube'da görmüşəm ki, bir qız boya eləyir. Ütü hər yeri boya içindədir. Görürsən. Eləmi Ay uşaqlar, elə gözəlliyi boyada deyil. Boya
insanın sağlığına çok xeyirlidir. Sizin dünya görüşünüz artır. Geyimləri seçdiyiniz zaman daha gözəlini seçə bilirsiniz və zövqünüz artır. Əsəbləriniz sakitləşir. Özünüz boyadığınız zaman mamanızı da, papanızı da çağırın, sizlə evin divarlarını boyayın. Evin divarlarını boyamaq olar. Olar. Vərəqləri yapışdırıb boyayın. Yaxşı, sonra çəkiləndə baxan hər yeri boyayın. Buraları rəhliyin. Aferin. Bak biraz buna dağılmışım da. Bunun içlerini rəhli. Aferin, aferin. Aşağı salak. Olar. Bunu biraz qaldırıb yukarı. Bunu da qaldırıb yukarı. Mən anam bir vaxt işlətmək. Heç mənki vaxtama. Bura. Düğünü karıştır, tezləklə. Aferin, aferin. Hamısı rəssam deyə Tahirə müəlliməsi. Dağların yerləri Gəl səndə də buradan bir dənə xət qoya. Həm simmetriyanı düzəltmiş olarıq. Bu için doğrayırsınız. Rəhlə içini çizmişdir. Bu dəqiqlər düzəldir. Mən tərs elədim. Nəyi? Olsun, orada suya əksini salarıq. Yaxşı. Bax, bura qoyduğumuz dağların əksini salarıq və hamıdan fərqli iş olar. Yaxşı. Tamam, fərqli. Orada indi uşaqlara da elətdirəcək. Sən çevirib bozma. Gəl bunu bir dənə buradan təzlənəyək. Eynisini gətirdik. Deməli, uşaqlar, mənə bir sifariş eləmişdilər. Mən işi tamamladım. Hər bir şey hazır olduğu zaman üstünə boya darıtdım. İndi oturub ağlayıram ki, mən gecə saat 1'dir. Bunu neyniyəcəm? Və anında ağlıma bir ideya gəldi. Oradan dəsmal götürdüm. Sildiyim zaman bir gözəl rəsm alındı. Və ideyadan ideya bilməyə gəldi uşaqlar. Yəni, heç vaxt heç nə səhv deyil. Səbirli olmaq lazımdır və gözləmək lazımdır. Sən ağlayırsın, mən göstərəcəm orada neyniyək. Deməli, bura bulutlar olacaq. Deməli, uşaqlar, yuxarıda dağlar eləmişik. Baxın, bir dəqiqə hamı mənə baxsın və eynisini əks olaraq suya verəcəyik. Baxın, çox qəşəng bir şey alınacaq. Hamı bunu eləsin. Baxın, mən elədim. Baxın, görün neynədir. Eynisini eləyəcəksiniz. Eyni qədər. Ay, sağ ol, afərin. Elə? Olsun. Sən də belə rəssamsan. Burasından açıq. Orada otlar qoyacaq. Səbirli ol, yaxşı qoy, belə geçək görsən. Bunun da içində olduq. Eyni. Əksini yaradırsınız. Sonluq gözəl olacaq. Birinin dağları pəmbə rəngdir. Heç nə olmaz. Burada oldu rəhlə. Öz xəyalın yaz. Sən neynəmsən? Orada pəmbiş dağlar çəkdin. Tələsmə də qızım, tələsmə. Bizim işlərimizi bəyənməyik rəssam. Bunun içində oldu. Böyle bax, yaxşı. İçini mavi biraz bundan açısından doldu. Gör qara ağzını. Doldu. Gör qara qarışdı, doldu. Sən quaş boyana işləmsən. Quaş boya tez suda həll olan və
tərkibi qurudur da, yəni bu deyil. Onu istədiyiniz rənglə rahatlıqla yuyub, təzədən rəngləmək olur. Yadında qalsın, amma akril boyanı yumaq olur. Elə deyil. İçin doldur tez. Qarada. Hə, qara gör, qarışdıracaqsan dolduracaqsan. Tahirə, indi bu dağlarla birləşdiyi yeri mən göstərəcəm, biraz uşaqlara diqqət elə, çox da səliqətsiz olmasın, yaxşı. Oldu, afərin. Sən da orta xət var, orta xət bir dənə qara rəngi, geçəcəksən. Sən buraya qara xət Yuvarlı gibi. Bu qoluna tutmuyor. Bu da su. oldu. Yay getdi. Elə deyil hanı? Bəli. Afərin. Əvvəl, bunu dostlar edəcək. Biraz səbirli ol, yaxşı. Bunlar niyə bunun içine koymuşsunuz? Elə deyil hanı? Baklama. Allah. İndi yaş salfetka var hamınız? Səndə var. Çıxar. Al aşkım səndə. Belə edib mənə gözləyəcəksiniz. Al. O dahi doldurur da. Tamamlayın. Yaş salfetkalarınız var. Tuttum belə. Ağ rəngi götürdüm. Burada bir neçə dəfə baxın, belə vərəqə vurursunuz. Çox da rəng ağ rəng olmasın deyə. Baxın burada. Baxın. Tık 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 tık. Bax belə bir şey yadınıza salın. Bulutlar eləyirik. Görürsünüz? Baxın. Qoyduk. Görür hamı, elə bildi. Gəlir indi köməyə. Rəngi götürdünüz. Paletriyat baxın vurduq. Birbaşa qoymaq olmaz. Gəlir olar. Bazarlar. Hə. İndi eynidən uşaqlar, baxın. Burada su işləmişdik ha. Suyun içində baxın, belə düz xət şəklində atıram. Düz xət şəklində amma. Baxın, attım. Gördün? Elə. Buradan rəng götür. Yox, yox, buradan götür. İndi gəl bura belə tak-tak vur. İndi ged orada tətbiq elə. Afərin, afərin. Ay, siz nə gözəl rəssamlarsınız. Hə, indi bunu dağıdıq. Bax belə. Bulutların sirri uşaqlar, onun aşağı hissəsindədir. Yuxarıları topa olur, heç aşağı hissələr düz olur. Aşağıda düz, yuxarılarda topayla. Aşağıda düz, yuxarıda topayla. Elə ay, sən nə gözəl rəssamsan. Mən rəssamlığa atıram mən. Çox mavidir. Hə? Çok koydum. Elə canım, ağacı Her tarafı yani. İndi bura dur. İndi gir ora. Afərin. İndi dağıl oraya. İndi dağıl bu tərəflərə. Apar hər tərəfə. Heç nə olmaz. Sənin də işin bir başqa gözəldir. Çəhrayı pəmbə nağıllar dünyasının dağlarını çəkir. Çox büzüşdürməyən. Götürdüm. Necə? Mənmə. Onu ver mənə. Olur, uşaqlar, elə bilirsiniz. Bulut işləməyi öyrəndiniz. Uşaqlar, yuxarılardan.
real görsəndir, başa düşdün? Real olması üçün bəzi yerdə çox olması lazım, bəzi yerdə az olması lazım. Aşağıdan düz, yuxarıdan koymazsan. Bir də burada xət qoydum ha. Oradan aşağıda, bax, bəyəqin başından götürdüm. Görsən, suda əksini vermək üçün. Həmin sandıqla bir neçə dənə belə xətlər atacaqsın. Ağrək götürürsən. Oldu. Bəli. Tut bəli. Suyun içindən belə dartacaqsan. Yaxşı, vərəqin başından qoydum. Belə dartacaqsan. Özün elə, sən bacarırsan. Aferin. Biraz dəyişək. Daha çox da sevmir belə. Sırada dayanmalar. Bunu deyirsə, sən əskər kimi sıraya düşsün bunları. Hamınızda eğiliş olacaq və hamı bir-birinin işinə baxacaq. Sonra bir-birinizi alqışlayarsınız. Geniş saxla. Ağır. Bax, dağın aşağısından. Tutun, belə axıra qədər bir dəfəyə üst-üstə sürtmək olmaz. Elə görüm. Sən də yaxşı verin. Bax, vərəqin başından tutun, əllə. Bir dəfə mən göstərim, gözlə. Dağların dibindən mən göstərim. Tutun, belə aparırsan. Tutun. Əlin heç nə olmaz, yarsan. Sən belə rəng götürür sonra. Hər şey yapın. Saçma boya değmez. Sonra Boya. elə, biraz. Aşağılar. Sonra əlinizdə boyaların qapaqları var yumruq. Görür, hamıda var da, hə? Qapağın kənarlarını ağla belə tık-tık vurdum. Oldu. İndi saxla fırsatını. Gedirəm orada boymağa rəngi. Baxın. Harada özünüzə xoş gələn yer var. Məsələn, bax, mən bura elədim. Yumruğunu qoydum. Sonra barmağımızla o rəngi açırıq. Çünki səhər çağıdır. Lap ağappaq rəhləmək olmaz. Bəzi yerlərdə görünməsi lazımdır. Gördünüz? Qapaqları rəhləyirsiniz. Harada boşluq var, xoşunuza gələn bir tərəfdən qoyduq. Sonra həmin o ağ rəhdən eyni istiqamətdə aşağılarda bax barmağınızla suya effektini qoyacağıq. Qoya biləcəksiniz? Aferin. Hə. Elədir hamı? Ağ eləyərdin də kızım, sən göy elədin. Gözdə belə olmaz. Bunu açar. İndi elə. İndi çınarına rəhlər. Elədir. Həmin rəhlər avtomatik olaraq bax bunun əksində aşağıda qarmağından rəhlər atacaqsan. Suya əksini salır. Belə. Gəbrar. Burada bir yer ayarlayar. Şimdi burada yenidən ağ rəng götür. Kızsana. Elə görürüm. Qoy bura. Qoy. Bax burada suyun birləşdiyi yerdir, torpaqla. Bax sənin ağrın. Burada bax suya əksini atır. Oldu. Buna biraz da ağ rəng qat. Həs olmaz. İndi uşaqlar. Ben elədim. Hə. Hamı ağ rəngini Qapağı yoxdur. Şimdilər var. Ağ boya da bitib, yox. uşaqlar indi hamı mənə baxsın.
Ağ rəngi sulu şəkildə götürdüm. Baxın, suludur, görürsünüz? Sulu götürdüm, fırçada sulu şəkildədir. Dişləriniz stolun üstündədir. Baxın, barmağımı tutdum, fırçanı tutdum. Baxın, belə atıram üstdən. Baxın. Oldu. Getdi ora. Baxın. Ay, sağ ol. Barmağımı həm də fırçanı təmiz olsun. Fırçanı təmiz saxlamaq lazım. Yaxşı. Məndə başqa fırçalar da var. Bu yaxşı. İndi bundan belə dartacaqsınız. Yaxşı. Mənimə bir də ağ bilərsən. Nə qəşəng elədin sən. Var burada. Elə biləcəksən. Belə də elə bilərsən. Afərin, bax belə. Maladır. Qəşəng üstünüzü basın. Havalarınız bizi damlasın. Tıktıklarınız nə qəşəng gəlir. Afərin. Üstüne bakıyorsun ama. Sen de açma belə qoyacaqsan olmadı. Deməli, uşaqlar. Qara rəngi. Hamınız iki fırça götürün uşaqlar, iki. Burada iki olsun fırçalar. Diqqətlə baxın. Bakın burada torpaq koymuştuk, görürsünüz. Burada olan təpə hissə var ha. Oldu. Yavaş. Bakın fırladıram. İncəldirəm və fırladıram. Baxın. Gəldik bir ağac, budağını qoydum. Ağacın gövdəsi ağacı saxlayan hissədir, ona görə çox enli olur. Yuxarıya qalxdıqca sizin kimi balaca fidanlar çıxır oradan. Qəşəng budaqlar çıxır. Və o budaqlar incə şəkildədir. Baxın, fırçanı fırladıram. Bir dəfəyə qoymuram. Baxın uşaqlar və get-gedə daha incə götürürəm. Rəng eləyə bilərsiniz uşaqlar. Onu hərə öz istədiyi rəng eləyəcək. Mən də hətta. Yaşıl da eləyə bilərsiniz, çəhrayı da eləyə bilərsiniz. Ürəyiniz hansı rəng istəyir o rəngdə? Elə bilirsən, su göstərim. Qara rəng. Yoxunuzdur. Bir dənəsini də göstərirəm, sonra gəlirim sizə kömək eləməyə. Baxın, fırçanı yaxınlayın. Baxın, burada balaca havada uçan quşlar işlədim. Oldu. Biri isə bizə yaxında uçur. Baxın, o isə böyük olacaq. Oldu. Gəlirim köməyə. Bax, fırçanı bərk bastım. Oldu. Bir dənəsini mən eləyirəm, biri sən eləyəcəksən. Gəldik, yavaş, bax, tərpədirəm fırçanı. Həm də biraz sulu götürməyin lazımdır. Bax. Əlbəttə. Bax, gəldik, birini mən elədim. O birisini sən eləyəcəksən. Yenə də yavaş bastıq. Bax, fırçanı tərpədirəm. Gəldik, burada da sən eləyəcəksən. Fırçanı da götür. Baxın. Buradan incə. Belə qəşəng eləmsən də, davam edərsən də qəşəng elədin. Afərin. Budaqların sayını nə qədər çox hassas, o qədər yarpaqlar çox olacaq. Bax. Bıçağı göstərdin. 5 numara duyacaq. Yəni, bir də düz xət olmasın. Ümumiyyətlə, hər şey çiçəkdir, ağacdır, təbiəti gözəlləşdirir. Hər bir şey plastikası var da, yəni gözəlliyi var. Onu daş kimi qoyduğumuz zaman təbiət gözəl görünməz axı. Ona görə də incəliklər göstərirsən. Bax, belə. Tür quşları işləmək üçün birini göstərirəm. Bax, incə qoydum. Bir çıxı biraz ölçək. Bizə yaxın biraz formalı olur. Uzaqdaşları da balaca var.
Eline tut bir de. Eline tut pis yerine. Bak fırçanı bək basır. Görsən. Kaldırdım fırçanı. Fırladıram. Oldu. Yine bak. Fırçanı burada biraz bək bastım. Yavaş yavaş. Fırladıram. Getirdim bak görsən. Hiss elədin. Al indi bir dənə özün elə. Elə görün nətər hiss elədin. Çəkin onu. Aha. Aferin. Yavaş et. Ay sağ ol Fərid. Tam bir kahraman. Gördün? İndi bundakı fərqə bax. Buradakı fərqə bax. Görsən? Bir saniyədə necə dəyişiklik oldu bax. Yaxınlaşdırdıqsa sənə lap incə xəttlər yazır. Al elə görün. Aferin. Sən də bunu biraz böyle düzlükdən çıxart. Yanında bir dənə balaca ağac işlə. O ona dəstək olsun. Bax fırlatdıq gətirdik buradan. Onu gətirdik buradan. Yəni düz dayanmasın ya. Başa düşdün? Aferin. Ağızdan çıxarınız ağır. Vur koy önə gəlsin. Aferin. Belə olanda heç vaxt qorxma. Yaxşı aşağıdan yuxarı. Bax, boşlar qoyacaq. İndi onu eləyəcək. Yaxşı. Hamınız da ayaqlar. Biraz sən də budaqları çoxaltsan daha qəşəng olacaq. Buradan biraz gövdədən bunu çoxaldaq. Burası benim. Deyəcək. İndi gözlə, yaxşı, quşlar işləyəcək. Sən işləyə biləcəksən, bax, fırçanı balaca tutanda, balaca yazır, bax, görürsən. Sən də elə. Orada incə fırçayla balaca quşlar işləyəcəksən. Aferin. İndi qaldı, baxın, təbiətdə mütləq otlar var. Bu torpaq qoyduğumuz ərazi var, bax, oradan aşağıdan yuxarı, ha, mütləq. Yuxarıdan aşağı eləsəz incə olmayacaq. Aşağıdan yuxarı otlar qoyuram. Qoyduq uşaqlar. Ay, sağ ol. Səndə də aşağıdan yuxarı belə otlar da açacaqsan, qəşəng olacaq. Baxın. Aferin. Hamısı elə. Sonunda var. Hamısına maraqlı işlər aldı. İstədiyiniz bir rəngi sıxırsınız. Quru salfetkaları əzdik. Məndə quru yoxdur. Taparıq. Hər yerdə salfetkadır. Məsələn, mən çəhrayı rəngi, bənövşəyi rəngi seçirəm. Rəng sıxdım. Əvvəldə palitralarınızda bəzilərində var idi, uşaqlar. Və salfetkanı dedim, sizə əzdik, götürdüm. Çox vursanız salfetkanın kağızları işinizə yapışacaq. Bir dəfə, nə eləyirsinizsə bir dəfə. Rəngi qarışdırdım. Burada ağac eləmişdim ha sizdə. Bax, ora. Ana yox. Elay. Birbaşa həm yarpaq effekti alınır, həm də ki, çox təbii görünür. Kimlər rəng seçdi uşaqlar? Kimlər nə rəng seçdi? Səndə. Nə istəyərdin? Bax, burada rənglər nə rəng olsun istəyərdin? Olsun, çox bax. Atdı. Daha gözəlləşdi. Gördün? Bax. Hər bir şeyin çarəsi var. Heç nədən heyfslənmə, heç vaxt düşünmə. Bu pis oldu. Pis olmaqda da bir yaxşılıq var. Yaxşı? Balım. Ağıllı. Salfetkalar. Verin salfetkalar. Sizin var. Buyur aşkım. Kimdə salfetka yoxdur? Səndə var. Sizdə var.
Başqa kim yoxdur? Sən də al. Oldu, hamı hazırdır. Kimlər nə istəyir? 2 rəng seçə bilərsin. Çəhrayı, bənövşəyi, qırmızı, sarı. Kim nə istəyir onu seçsin. Otları, bax, aşağıdan yuxarıya doğru. Tak, 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 bax belə, atırsan, yaxşı. Rəngləri seçdin, sən nə rəng seçdin? 2 dənə seçə bilərsiniz. O da bax, rozul da var orada, pəmbə rəng. İkisini yan-yana qoyursan və bir dəfə ondan götürdün, bir dəfə də o birisindən. Oldu? Bir dənə də bundan yaxşı. Onu qoy, sonra eləyərsən. Amma bir dəfə qoyacaqsan. Bax, tak, 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 qoydun, saxladın. Ay, sağ ol. Getdin, getdin. Get, get. Vur, vur, qorxma, qorxma. Get, get, get. Davam elə, davam elə. Üstə vurma. Tez, tez, tez. İndi götür, biraz tündürəkdən arasın. Böyle bir rengi var sen. Şurada sana biraz serpil renk gerek. Nasıl renk yaşıyor? Rengi yaşıyor. Renkləri yəni eləyəcək toxum qoyarlar. Saçdan tərcih Sarısını çok at kızım. Biraz sarını çok at, kanalına karışma renk olmasın. Sen ne istersin? Demiştik rengi azalmasın. Rengi azalmasın. Ya sen de yaşa. Bu sən dedin. Yine baktım. Hiç de olmaz. Beste dur da bela. Yəni Yine baktım. Məncə deyilsən. Burada şey yox. Daha ağır, güzel. Yay. O sən yedi. Ne şey olmuşsun, hamısının elleri boya. Ay Allah, özüm kimi pint elədim sizdə. Bir alın halinizi. Nədir? Ver mənə görüm, ver mənə görüm, ver mənə görüm. Mənim bu dahiləri hamısı Rembrandt. Tanıyırsınız Azərbaycan rəssamlarından, xarici rəssamlardan? Van Gogh. Van Gogh, ay sağ ol. Sonra? Meki var Azərbaycan rəssamlarından. Sonra? Leonardo da Vinci. Sonra? Azərbaycan rəssamlarından sayın. Müəllimə elədi. Böyük Ağa Mirzəzadə, Davud Kazımov, Oqtay Şəxəliyev, Ömər Yıllarov, Arif Hüseynov. Arif Hüseynov, bəli, bəli, Arif müəllim mənə dərs deyir. Böyük Ağa Mirzəzadə, Nadir Əbdürrahmanov mənə dərs deyib, uşaqlar. Xalq rəssamlarının tələbəsi olmuşam. Bunu elə işləməmişəm. Bir dənə seçdim. Bəşə valideynlər teşekkür alqışlayaq müəllimə. Qəşək müəllimlər olanda şagird də aktiv olur. Mənim öz müəllimim Şəkidə Qüdrət adında 1-ci müəllimim olub. Ardından da Səbul müəllim. Qüdrət müəllim dünyasını dəyişib. Allah rəhmət eləsin. Səbuli müəllim isə hal-hazırda sağdır və uşaqlar. Mən o qədər xoşbəxt şagirdəm ki, Səbuli müəllim mənə uşaqlar göndərir. Və deyir ki, onlara istiqamət ver. Yəni, mən öz müəllimimdən dərs almışam, müəllim indi mənə öz uşaqlarını göndərir. Siz bu nəyi xoşbəxtlikdir? Aferin, baxsınlar. Ya, değil. Özüm özümə fikirləşirəm, bunlar çox qəşəng çəkdilər. Hətta paxıllanıram, ha. Yavaş-yavaş paxıllanmağa başlayıram. Neyniyək? Nətər eləyək? Bu qədər güclü rəssamlar olar. Afərin sizin hər birinizə afərin. Bunlardan biraz da bıraksın.
Al bildikləriniz Sertifikanı götürürsən. olsun qəşəng bir-biri tamamlasın. Bunları da götür. Al rəng görə bilərəm. Sənə biraz açıqlar. Al indi bu nə? Gəl sən də biraz ağ rəng əlavə et. Mən rəngləri qoyacağam, sən sertifikanı onun üstünə batırıb açarsan yaxşı. Ağ rəngini al. Biraz rəngini çox alsan lap qəşəng olar. Mən yerinə qoyub sonra üstünə qəşəng bir şey sertifikanı. Ay sonra Əslində rəngkarlıqda ümumi təbiətdə olan fonlardan başqa yerlərdə istifadə etmək olar qızım. Başa düşdün? Yəni o zaman işimiz daha həqiqi görsənir. Sən də ağ rəng Əgər onu çox sən gəl daha bax benim vermişsə, məsələn, xoşuna gəlmişsə, göstərəm. Göstərim sən, gəlin ora. bir dənə şeyini götürürəm, aralarını biraz atıb. Götürdük, biz görməyən tərəfdən bir dənə budaq düşür. Biz bilmirik, o ağac hansı tərəfdə öz budaqlarını bura salır. Başa düşdün? Və hanı sərmi salçıqda? Bax, bura konuşan, burada elə. Sən də gəl biraz ağ rəng bırak. Bir ağac da oradan özü bizim üçün işimizi gizlətmək üçün əmələ gəldi. Oldu? Sən də Bəyəndin? Bitti hamıda. Hamza bitmedi. Bir aylar kapalı. Bir də Relayda qalır. Mən Relayı Güzel. görürsən. Buram böyle hakikaten çıkmadı. Tahirə, onun dışında bir işlər belə əla. Belə. İndi uşaqlar, hamınız işlərinizi çevirin. Hamı kameraya işlərini çevirsin. Canlı yayımlar sizə baxsınlar. Hörmətli bir... Görün nə qəşəkdilər bunlar. Kameraya baxın, kameraya. Amma üzünü sizə görsənsin. Baxın, görün. Arkadaşlar ayağa qalxsın. Qəşək görünmür. Bazı. Siz oturun. Siz oturun, arkadaşlar ayağa qalxsın. Kaldırın bu əsərləri kaldırın. Müəllim, üzr Əlasız. Gəlin onların ortasına. Tahirə sən orada dayan. Dayan. Hələ bir düşürsün yanınızda. Bir. Neye gələcək? Arkadaşa görə. Helal. Aferin. İşlərini saxlayın. Ham saxlasın. İstər ailəyə başlayın. Sonra Diqqət. Əla, bir də şu sarı paltar aşağı elə çəkin. Əla. Diqqət kameraya. Ay, mən ilk dəfə sizin tədris müəssisəsinə gəlirəm və sizə gözəl bir əl işi bağışlayın. Bir də olsun bir də. Nə gözəl. Sağ olun. Şuşanın mənzərəsidir və bu Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tərəfindən göz nurudur. Yəni qaşlarla yapışdırılıb və mən düşünürəm ki, çox qəşəng bir əl işidir. Qələməyi göz nuru. Diqqət fotoğraflara. Ümid edirəm bəyənərsiniz, çox bəyənirik. Və mən heç bir yerə əli boş getmirəm. Mən bilmirdim burada kim var, kim yox. Tahir xanım, mənə kömək edin, bir dənə zəhmət olmasa. Uşaqlar, deməli, hədiyyənin böyüyü kiçiyi olmur. Sizə tipulu hədiyyələr gətirmişəm, amma ümid edirəm bəyənəcəksiniz. Tahirə müəllimə şəkilləri. Mən inşallah bir sağlam yanınıza şəkillərinizə gələcək. Xatirə kimi qalsın, elə verərdiniz. Burada təqdim eləyərəm. Hə, orada yanınızda hərəsinə bir dənə verəyim. Gəlin. Hər şey bir dənə yanınızda bir dənə. Mənlə tanış olmağıma şad oldum. Super, sən kimi rəssamı tanımaq çox xoş idi. Afərin sənə. İşində çox qəşəng. Diqqət fotoğraflara. Hədiyyəni də ver. Diqqət fotoğraflara. Hədiyyə. Adı nədir olmalı? Evet, aşağıda öyle sandım. Yakın dur. Yakın dur. Siz de bizim dayanın. Bir. Ama bir sen uçağa ayrış. Şöyle şey çek. Kuşlar da çek. Buyur bir tane hediye. Diqqət fotoğraflara. Güzel tanımak hoşdur.
Kız buna bak, buna bak. Əla. Gel. Yok, sen orada uzatmasın bu. Bir daha, enerji. Gel bak, gel bak. Gel. Gel. Sıradaki. Gel kızım, geç gel. Tez gelin kızım, benim dersim var. Tez olun biraz. Bir gel bak. Sen hediyen. Kızım buna bak. O müəllimə. Bırak yanına. Müəllimə. Əla. Aferin. Gel. Şimdi sırasında gelsin. Hazırlaştı sonraki tələbə. Buyur. Bu sen hediye. Mənə bak. Bu senin için. Gel. Beğeneceğim. Kızım buna bak. Gel. Sarışın. Əla. Aferin. Gel. Şimdi. Tez. Ay bu hayır benden kocasız. Tez gel. Gel bura. Gel bura. Azca təbəssüm. Əla. Aferin. Gel. Sıradaki. Bir daha fotoğraf. Əla. Aferin. Ona bak. Gel. 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 Uşaqlar biraz tepki gəlir ben. Hədiyələr maraqlı gəlir. Beğendiniz? Gel bura. Pişirirlər, hə? Gel bura. Əla. Aferin. Gel. Nəyə? Ay sen ne şirinsen. Sen ne güzel. Gel bura. Bana bak. Sol. Əla. Şirinim ben. Kim qaldı? Gel, gel. Senin bugünkü fəaliyyətin, nailiyyətin bizi çox sevindirir. Dahil mənim. Aferin. Çok kahraman. Gel. Saç kardeşler. Buyur. Tebrik ederim. Gel kardeşi de gel bak. Gel. O bir tane tek sekte. Gel kameraya. Kızım bura bak. Əla. Şimdi bir şirinim ben. Gel maması. Uşaqlar bir daha icazə verin. Qısa bir çıxışlaman eləyim. Müəllimimizə təşəkkür edirəm. Siz rəssamlar itirsiniz. Mən də yazıçılar birliyinin üzvüyəm. Bugün şair kimi yox, valideyn kimi iştirak edirəm bu tədbirdə. Salih xanıma təşəkkür edirəm. Salih xanım, siz də yanınızda zəhmət olmasa və bütün valideynlər adından hər birimiz övladımızın gələcəyi üçün yaşayırıq. Bəli. Bizim üçün, mənə elə gəlir, bütün valideynlər üçün, onun övladının uğurunda, cüzi də olsa əməyi olan insanlar xüsusi insanlardır. Sərxan dəvət üçün təşəkkür edirəm sizə. Uğurlarınız hər zaman bol olsun. Müəllimimizə təşəkkür edirəm. Bugünkü əziyyətinizi halal eləyim. Və arzu edirəm ki, bu balaca fidanların gələcək həyatında uğurları bol olsun. İllər sonra bu günü şirin bir xatirə kimi yenidən yadasın. Əlbəttə. Kimin sırasını gəlsin? Yok, ikisi bir yerde olmalı. İkisinin bir yeri şekli olmalı. Buyur. Bostan da. Əladır. Çok sağ ol. Şimdi sıra gel, dünya gözəli gəlir. Ay Allah. Görür nə qəşəklər. Mən bunların yanında nə tər qəşək düşəcəm bilmirəm. Bax, fotoğraf dayısı. Mən bunlardan qəşək çəkən. Gel. Əla. Aferin. Saklıca bir seninle kebap yiyeyim. Gel. Aferin. Sen de çok qəşək işlərdin. Çok qəşək işlərdin. Gel, harikasın. Əla. Uğurlar sənə. Bak, Türkiye kızlar, gel,
Hədiyəndə inşallah ki, bəyənərsən. Gel bura. Azca təbəssüm. Gülük mü təbəssüm? Əla. Tarifçi. Bir de. Aferin. Uşaqlar, bəyəndiniz. Bizim əli şurada. Qulaq asıl sözüm var. Hamıya qulaq asın. Dərsimizi bəyəndiniz. Mənə bəyəndiniz. Az yalan deyirsiniz. Merhaba. Ne yaxşı varsınız. Hamınızı gözəlsiniz. Merhaba. Siz bizim gələcəyimizsiniz. Mən fəxr sizlərlə bir adam. Öptüm hamınızı. Sağ olun. Bugün dəvətimizi qəbul etdiniz. Ad çəkməyəcəm, bizim burada böyük yaş qrupundan olan uşaqlarımız var. Deyir ki, biz o qədər qorxulu filmlərə baxırıq ki, boşdur, vaxtlarımız. Amma bu gün nə gözəl bir dünyada qonaq olduq. Renklər dünyasında qonaq olduq. Düşünək ki, bugün həmin gənclərimizə maraq oyandı, rəssamlığa davam edəcəklər. Kiçik də olsa, bizim ictimai birlikdən bir dəstəklər Buyurun be, oturun. Dikkət silahına bakılır, buna bak verirler, bak bakılır. Ben bak, kim olmalı? Buna bakılır. Dikkət. Tarifçi. Çok sorun. Bir dakika uzatsın. Kiçik də olsa, tarifçilər. Yakın bulgur kalmış. Dikkət bura. Kaç söz verir bak ya? Çok sağ olun. Uşaqlar hoşunuza geldi de. Kızım buna bakın. Buna bakın. Çok. Hemen bakın. Bizi izləyənlər, uşaqlar bir dəqiqə. Baxın sizdə canlı yayımdadırlar. Sağollaşın. Canlı yayım bağlayacaq. Fikirlərinizi deyin. Kim bəyəndirsə danışsın. Danışın. Teşekkür ederim. Ben her şeye çıkışa başı saldım. Ay çok sağ olun. Teşekkür ederim. Sonra kim danışmaq istəyir? Mesela çok sevgili olduğunuz ben sizi çok beğendim. Hər şey göstər canlı, bu görsünlər. Görürsünüz. Birinci dəfə kim danışmaq istəyir? Hə, sən də danış. Şimdi o sesini çıkaracağım. Oyuncaklar Aferin, aferin. Hə, buyur. Çok güzel dersiniz geçti. Çok. Mən də sizdən razı qaldım. Hər birinizə təşəkkür edirəm. Hər biriniz var olun. Buyurun, valideynlərinizi danışın. Buyurun. Dersi izlədik canlı. Damı da həqiqətən çox bəyəndim. Getdim, qayıtdım, gəldim, çoxa düşdüm. Yəni bu qədər möhtəşəm, həqiqət izah eləmişsiniz, çox keçən getdi. Mən də sizə təşəkkür edirəm. Mən sizə müraciət edirəm, dayanıb bir müddət rəsmə getirdi böyük qızım. İndi inşallah sizə müraciət edirəm. Çox sağ olun, təşəkkür edirəm. Doğru yol, doğru seçim həmişə insana yaşılışıqdır. Mən demirəm bizi seçin, amma doğru olanı seçin. Həqiqətən də doğru olanı seçdiyimiz zaman həmişə hər şey sürüşün atanında gedir. Rəsmiyə məndən bu Sağ olun. tanıyalım. Heç vaxt yanılmamışam, siz də yanılmıyorsunuz. Çox möhtəşəm keçdi, çox razı qaldım. Mən balaca qızım mənim birinci dəfə Rüsalə müəllimə bilir və bəyəndim, çox qəşəng. O bacarığı yoxdur, sıfırdır, amma çox qəşəng. Əslində necə bacarığı var idi. Bəli. Bacarığı da rəsmiyə müəllimə üzə çıxartdı. Çox sağ olun. Təşəkkürlər. Sağ olun. Sağ olun. Buyurun. Buraya yaxınlaşın. Təşəkkür edirəm. Bir saatdan sonra canlı açacağım. Xədicə heç vaxt rəsmə maraq göstərmirdi, rəsmə maraq. Amma sizin sayənizdə maşallah, gözəl şəkildə. Mən də şad oldum. Valideynlərlə bir xatirə fotosu çəkə bilərəm. Gəl rəsmə maraq valideynlərə. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Aygün xanımlar, nə danışırsınız? Bəli. Çox sağ olun. Gəlin bir xatirə fotosu çəkilək və biz yapacağıq.
Siz sevəcək bir şeylər idi. Daim mən tələbələrlə işləyirəm deyə yanımda hədiyyələr saxlayıram. Mən çiçəyimi də verib, qoyun qəşək görürəm. Hanım buna bakın. Size gel. Dikkat bir de alça tebessüm, gülüşe tebessüm, tarifçi, minnettar.